Salam. Bugün sizə WordCast saytında şirkət hesabının yaradılması və vakansiya yerləşdirilməsi prosesini göstərəcəyik. İlk olaraq e-poçt ünvanınızı daxil edirsiniz. Qeyd edək ki, vakansiya yaratmaq üçün mütləq şirkət hesabı seçilməlidir. Buna görə də bu mərhələdə şirkət hesabını seçirik və davam et düyməsini klikləyirik. Növbəti mərhələdə isə şirkətinizin adını, əlaqə nömrəsini və kateqoriyasını seçə bilərsiniz. Bundan sonra isə qeydiyyatı tamamla düyməsini klikləyirik. Bu addımlardan sonra isə artıq sizin hesabınız uğurla yaradılır. Vakansiya yaratmaq üçün isə profiliniz hissəsinə birbaşa keçid edirsiniz. Və bundan sonra isə vakansiya yarat düyməsini klikləyirsiniz. Qeyd edək ki, ilk vakansiya ödənişsizdir, lakin növbəti hər elan 15 AZN təşkil edir. Bundan sonra isə vakansiya yarat bölməsinə keçid edirik. Başlığa vakansiyanızın adını, məsələn, insan resursları üzrə mütəxəssis. Əgər maaşınızı qeyd etmək istəmirsinizsə, maaş razılaşma yolu düyməsini klikləyə bilərsiniz. Son müraciət tarixində vakansiyanıza son müraciət tarixini daxil edə bilərsiniz. Müraciət forması hissəsində isə link, WhatsApp düyməsini klikləyə bilərsiniz və e-mail hissəsində namizədə müraciət edə biləcək e-maili daxil etməyiniz kifayət edəcəkdir. Vakansiya öhdəlikləri və tələblər haqqında məlumatlar yazmaq üçün vakansiya düyməsini klikləyərək bu hissədə birbaşa yaza bilərsiniz. Və bundan başqa isə artıq burada vakansiya yarat hissəsində istifadəçi razılaşmasını qəbul edirəm düyməsi var. Əgər siz öhdəliklərlə tanış olmaq istəyirsinizsə, burada istifadəçi razılaşmasını düyməsinə klikləyib birbaşa bu hissəyə keçid edə bilərsiniz. Məsələn, bu hissədə artıq WordCast-ın istifadəçi razılaşması ilə bağlı şərtləri qeyd olunmuşdur. Bundan başqa isə artıq yarat düyməsini klikləyərək siz vakansiyanızı WordCast saytında yarada bilərsiniz. Uğurlar arzu edirik.